Salam. Uzun müddətdir demək olar ki, filmlərə baxmırdım. Bir 2 ay müddətində, 3 ay müddətində belə. Baxdıqlarım olsa da maksimum ə, bir dəqiqə mən mikrofonu bir də ayarlayım. Ondan sonra davam edərəm danışmağa. Hə, və yenidən başlamışam filmlərə baxmağa. Dediyim kimi, baxdığım filmlər sadəcə yeni çıxan filmlər kinoteatrlarda marağımı cəlb edirdisə, o zaman kinoteatrlara gedib baxırdım. Bu demək olar ki, marağımı cəlb edən bir film yox idi. Sadəcə Marvel və DC filmlərini 2015-dən başlayaraq demək olar ki, əksiksiz bir halda demək olar ki, məsələn Black Widow-dur, nə bilim Shang-Chi falan da onları izləməmişəm sinemada. Nəysə, artıq bir rituala çevrilib bunları kinoteatrda izləmək və ona görə də bu müddətlər ərzində onları izləyirdim. Məsələn, Fantastic Four. Çox uzatmayacağım. Yenidən başlamışam vəhşi kimi film izləməyə və bugün belə bir şey fikirləşdim ki, IMDb-də mən izlədiyim filmləri siyahlandırmışam. Əksikliklər ola bilər, yadımdan çıxan filmlər ola bilər, amma demək olar ki, 99%-ni izlədiyim filmləri watch listimə əlavə etmişəm. Düzdür, watch list əslində IMDb-də baxmaq üçün, sonradan baxmaq üçün də istifadə olunur. Amma mən onu baxdıqlarımı watch listə əlavə edirdim. Nəysə, çox uzatmayacağam və bugün belə bir şey ağlıma gəldi ki, görəsən mənim izlədiyim və subyektiv olaraq ən yaxşı top 10-um deyə biləcəyim filmlər hansı filmlərdir? Mən buna bir cavab tapa bilmədim. Çünki fikrim tez-tez dəyişir, bəzi filmləri unuduram, bəzilərini ani olaraq izlədiyimdən sonra deyirəm ki, "Şo qardaş, bu mənim izlədiyim ən yaxşı filmdir." Amma əslində elə deyil. Bir müddət keçəndən sonra artıq o filmə qarşı hisslərimi itirirəm və əslində anlıq olaraq sadəcə mənim gözümdə yaxşı film kimi göründüyünü fikir verirəm elə olduğuna. Çox uzatmayacağam. Belə bir sistem qurmuşam özümdə. Bir top 10 deyə bir listə açmışam şeydə IMDb-də. Və ora watch listimdə olan sıralı olaraq 10 dənə film əlavə edirəm. O 10-luq arasından ən sevdiyim filmi, məsəl üçün qoyuram birinci sıraya. O birinci sıraya qoyduğumdan sonra yerdə qalan 9 film o qədər də artıq önəmli olmur. Yəni sonra keçirəm ikinci listəyə, yenə də adı top 10-dur və növbəti 10 filmi əlavə edirəm. O növbəti film arasından da ilk filmi təyin edirik və beləliklə 100 filmdən sonra artıq əlimizdə bir top 10-luq yarada biləcək 10 film olur. Və onları da növbəli şəkildə əlavə edirəm bir listəyə. Onların arasında da ən yaxşı sevdiyimi və izləyəndə xoşuma gəldiyini seçirəm. Belə. Amma burada bir müəmma var. O da odur ki, məsələn, deyək məsəl üçün 3-cü sırada burada gördüyümüz Maska filmi bizim top 1-imizdə oldu və Split filmi də Shyamalan filmi, əfsanə filmdir, ikinci oldu. Mən məsələn ikisini də məsəl üçün sevirəm. Və ikisi də mənim top 10-uma girə biləcək. Amma bu listədə, birinci listədə artıq Split ikinci oldu deyə növbəti artıq yarışa davam etmir. Artıq yarışı bitirir. Bu nə dərəcədə indi düzgün olacaq, nə qədər tüklər demiş sağlıqlı bir qərardır bilmirəm. Amma fikirləşirəm ki, və bu belə deyim 10 listə yaradıram da 980 neçə dənə film var izlədiyim və watch listimdə olan. Serialları bura aid eləmirəm. Seriallarla bir yerdə o gedir çıxır o rəqəm 1118-ə falan, 1120-yə. Nəysə. Belə sevdiyimiz filmi tapacağıq. Ən sevdiyimiz, daha doğrusu mənim subyektiv olaraq bəyəndiyim və top 10-uma saldığım filmləri tapacağam. Mən bunu özüm də eləyə bilərdim. Sadəcə dedim ki, niyə də YouTube-a video çəkməyim bununla bağlı. Onsuz da 10 nəfər, 15 nəfər izləyir. Mən zaten unudacağam. Məsəl üçün, əgər sonradan da əgər bu məsəl üçün dediyim kimi bayaqki mövzuda məsəl ikinci film dediyimiz kimi yarışdan çıxdı, amma günün sonunda gördük ki, top 10 listemizi yaratmışıq və 10-cu filmin yerinə məsələn bu birinci siyahıda olan
Ə, ikinci yeri əlavə etmək olar. Ona görə də video formatında mən bunu arxivləmək istəyirəm və ondan sonra izləyərəm. Və qərarımı verərəm. Video biraz uzun olacaq. Buraya qədər belə izləyən yoxdur yəqin ki. İzləyən varsa çox sağ olsun. Maraqlıdırsa davam edək. Bir də dediyim kimi, məsəl üçün burada gördüyünüz kimi, məsəl üçün Spider-Man Far From Home mən 10 üzərindən 4 vermişəm. Mavi rəngdə 4 rəqəmini görürsüz ulduz. Mən bunu çox filmə eləməmişəm. Məsələn, bu listədə ola bilər. Çoxunu eləmişəm, amma bütün filmləri eləməmişəm və çox qarışıqdır. Məsəl üçün, durub Ace Ventura'ya mən 10 xal vermişəm. Yəni 10-luq film deyil. Sadəcə indi Jim Carrey sevgisi, Jim Carrey'ni üstə tutmaq sevgisi, ona görə onu basmışam gedib. Amma artıq bu siyahıda daha real olmağa çalışacağam və bütün izlədiyim filmləri də verdiyim 10 üzərindən verdiyim xallarla sıralamağı da istəyirəm sözün açıqcası. Okey. Başlaya bilərik əslində. Fikirləşirəm deməli başqa nəyim qaldı. Bir də doğrudan onu deyim ki, məsəl üçün gördüyünüz kimi Rusiyada olan 10 film, siz 7-sini görürsünüz ekranda. Çoxsu məsəl üçün Jim Carrey filmləridir. Məsəl üçün çox qarışıqdır. Bu siyahını mən nə formada edim ki, düzgün olsun, yəni ona heç bir halda qərar verə bilmədim və qərara gəldim ki, 2019-dan başlayaraq mən IMDb-də öz watch listimi yaratmışam və 2019-dan bəri izlədiyim filmləri əlavə edirəm. Və 2019-da əlavə etməyə başlamışam, amma 2019-dan əvvəl də filmləri izləmişdim, sadəcə indi orada çıxarım. Nəysə, başa düşdünüz. Yəni o sıralama ilə edəcəm. Bu da nə dərəcədə doğrudur? Onu da bilmirəm. Çünki 10 dana filmin 7-si Jim Carrey filmidir. Yəni bunu da nəzərə alacağam. Okey, məsəl üçün sıralamanı necə eləyirik? Məsələn, Spider-Man Far From Home. Birinci sırada da hal-hazırda bu dəyişəcək bu siyahı. İkinci sırada Split. İndi Spider Far From mu daha yaxşıdır, Split mi daha yaxşıdır? Split daha yaxşı filmdir. Məsəl üçün siyahı artıq məsələn dəyişdi. Məsəl üçün okey. İndi məsələn belə deyək. Birinci məsəl üçün bu filmi seçək. Bütün filmləri bu filmlə müqayisə edək. Split mən niyə görə məsəl üçün Spider-Man Far From Home-dan daha yaxşıdır? Mən Split-i izləyəndə bu Shyamalan'ın kinoteatrda izləmişəm. Shyamalan'ın əslində bir davam filmidir bu. Çəkdiyi bir filmin davamıdır. Unbreakable deyə bir film var idi, Bruce Willis'in oynadığı. O filmin davamıdır Split. Və bunu after credits'lərdə görürük ki, Bruce Willis'in Unbreakable filmindəki obrazı ilə Split'in sonunda görürük Bruce Willis'i. Ondan sonra da Glass filmi çıxır və trilogiyadır. Və bu trilogiya arasında ən yaxşısı Split'dir, ən pisi də mənə görə Unbreakable'dır. Glass daha yaxşıdır Unbreakable'dan. Nəysə, niyə sevirəm? Burada aktyorun adı yadımdan çıxdı. X-Men'dəki professor, nə idi adı? James McAvoy, səhv eləmirəmsə olmalıdır. Mən addan o qədər də aram yaxşı deyil. Aktyor adlar. Nəysə, aktyorluğunu çox bəyəndim filmdə və 2016 filmidir. 2016-da mən 15 yaşım var idi mən bu filmi izləyəndə. O da bir əslində qəribədir də, sonradan təkrar izləmişəm mən Split-i. Sevmişdim. O şizofreniya xəstəliyini bizə göstərməsi, bir dənə obrazın içərisində 40 fərqli insanın yaşaması, hekayə qəşəng idi. Mən Split-i bəyənmişdim. Spider-Man Far From Home isə mənə görə Spider-Man'ın arasında Tom Holland ən zəif Spider-Man'dir. Burada başqa Spider-Man filmləri olsaydı əgər, Tom Hollandlar həmişə aşağıda olacaqdır. Mən bu film haqqında ümumiyyətlə o qədər də pis film deməzdim. Hekayəni davam etdirmək baxımından Jack Gyllenhaal'ın Mysterio personajının canlandırması pis değildi. Amma mən bu yeni Spider-Man'də və Tom Holland'ın Spider-Man'ində dəyişdirilmiş origin hekayələrini və filmə əlavə edilən əslində heç o personaja heç oxşamayan insanların seçilməsini sevmirəm. Məsələn, Michelle kimdir? Kimsən sən?
Bir mənə bax görüm. Anyway, Spider-Man filmi çox güman ki burada ən axırıncı yerdə olacaq. Nəysə. Okey, məsəl üçün birinci yerə qoyduq Split. Gəl indi Maska filmini Splitlə müqayisə edək. Maska filmi mi daha yaxşıdır mənə görə, yoxsa Split filmi mi? Mən Maska filmini uşaq olanda izləmişəm. O qədər də mənim sevdiyim film olmayıb Maska. Yaşıtlarım falan sevə bilərlər. Jim Carrey'nin performansı möhtəşəmdir. Ümumiyyətlə Maskanın beyaz pərdədə animasiyalarımı deyim, canlandırılmasını deyim, o dövrünə görə 1994-ün filmidir. Çox qəşəngdir, əladır və mənə görə Jim Carrey'dən başqa heç kim onun verdiyi performansı verə bilməzdi filmdə. Amma Splitdən daha mı yaxşıdır? Yox. Mən Split filmini daha çox bəyənirəm və ona görə də Maska filmini Spider-Man-dən biraz daha... Bu artıq bilirsiniz necədir. Bu birinci yerdə məsəl üçün Split-dirsə, burada yerdə qalan 9 filmin sıralaması heç bir halda önəmli deyil. Sadəcə indi mən demişdim, bunları eləyəcəm. Split-ə mən yaxşı idi, 7 qalsın, 7. Maska filmi də mənim üçün 6-lıq filmdir. 6 olsun. Spider-Man Far From elə 4-ə layiqdir. 4 vermişəm o vaxtda da. Okey. Axmaq və daha axmaq. Yenə bir Jim Carrey filmidir. 94-də yenə çəkilib. Bunun davam filmi də var. Davam filmi o qədər də yaxşı film deyildi. Yenə də müqayisə edirəm. Split mi? Axmaq və daha axmaq mı? Split. Ace Ventura, Pet Detective. Bu filmdə 94-cü ildə Jim Carrey hoqqa verib. İndilərdə amma depressiyadadır falan. Ace Ventura heyvan detektivi olan birinin hekayəsidir və Splitlə əslində heç müqayisəyə gəlməyəcək səviyyədə. Mən buna hətta 6 verərəm bu filmə. Yaxşı film idi. Əyləndiyimi xatırlayıram. Sonlarında belə filmin əyləndiyimi xatırlayıram. Razində köhnə evimdə tək qaldığım vaxtlarda izləmişdim. Ümumiyyətlə Jim Carrey bir maraton eləmişdim, başlamışdım. İlk filmindən bütün filmlərinə baxmağa. Arada baxmadıqlarım da olmuşdu. Hələ də baxmadıqlarım var. Məsəl üçün Killingə çox baxmaq istəyirəm. Jim Carrey'nin serialı var idi. 2020 olmalı ya 2019 olmalıdır. Vaxt çox tez keçirdi, illərdə bəlkə yanıla bilərəm. Nəysə. Liar Liar Jim Carrey yenə mən buna yenə də 6 verəcəm. Liar Liar filminə. Liar Liar filmində Jim Carrey bir vəkil obrazında qarşımıza çıxır və çox mükəmməl yalan danışan bir vəkil olur və bunun sayəsində bütün işində çox, yəni qabağa apardı bunu yalan danışmağı. Yəni yalan danışmağı sayəsində məhkəmələrdə qalib gələ bilir. 6-lıq film. Mən bəyə buna 6 verdim indi. Yoxsa o vaxt vermişəm elə. 6-lıq filmdir. Yenə də mənə görə. Və birdən başına bir şey gəlir. Oğlu səhv eləmirəmsə Tanrıdan istəyir ki, mənim atam çox yalan danışır falan. Bu indi çox yalan danışdığına görə anası ilə oğlanın, yəni həyat yoldaşı ilə də boşanma ərəfəsindədir. Oğluna vaxt ayıra bilmir. Oğlu bir dilək eləyir ki, atam heç vaxt yalan danışmasın. Və artıq orada Jim Carrey'nin personajı başlayır istəmsizcəsinə yalan danışa bilməməyə. Yəni hər şeyi doğru deməyə. Hətta film boyu bunu edir, amma mənim o fesat zihnim sadəcə bir lift səhnəsi var idi filmdə. O yadıma gəlir ki, bir qadınla liftdə olur və qadının bunları kat. Nəysə keçirəm ki. Truman Show 10 üzərindən 10-luq filmdir. 10 üzərindən 10-luq filmdir. Mənim izlədiyim ən yaxşı filmlərdən biridir Truman Show. Bu Splitdən məncə daha yaxşı filmdir. Truman Show. Split də kimlə? Truman Show daha yaxşı filmdir.
IMDb'si də onu deyir hətta 8.2. IMDb xallarına o qədər də fikir verməməyinizi tövsiyə edirəm bu arada sizə. Çünki az öncə bu baxılacaqlar şeyə görürsünüz burada bu Endless deyə bir film var idi. Onu izlədim. 6 falan idi IMDb'si amma ən azından 6, 8, 7'li film idi. Sevdim. IMDb'yə o qədər də fikir verməyin. Və keçirik. Truman Show haqqında danışmaq lazım olarsa tövsiyə edirəm mütləq izləyin. Başrol yenə Jim Carrey'dir və canlandırdığı personaj bir şovun içində yaşayan bir adamdır. Bütün dünya bunun bir şov olduğundan, Truman'ın şovu olduğundan xəbərdardır və bir rejissor var filmin arxasında, bu şovun arxasında və həmişə belə bir şey istəyir. Uşaqlıq arzusu falan bu olub ki, bir dənə adam olsaydı onun sıfırdan həyatını bir serial kimi bölüm-bölüm hər gününü yayımlayaq, insanlar baxsın. Və bu nə dərəcədə etikdir. Yəni bunu da sorğulatdırır. Çox şey sorğulatdırır insana Truman Show. Hamının oxşar reaksiyaları, həyat yoldaşının əslində senariyə uyğun olaraq bununla həyat yolda evləndiyini falan öyrənir. Amma çox spoil vermirəm. Okey, çox spoil verməyəcəm filmlər barədə. Buna da artıq qərar verdim çünki gizləyə bilərəm və sizin bütün film izləmə həvəsinizi öldürə bilərəm. Okey, çox spoil verməyəcəm. Truman film davam etdikcə artıq başlayır şübhələnməkdən bu vəziyyətdən ki, hər şey real deyilmiş kimi gəlir ona. Və hekayə oradan sonra başlayır açılmağa, davam etməyə və möhtəşəm finalı ilə film bitir. Truman Show izlədiyim cidden ən yaxşı filmlərdən biridir. Sonra nə gəlir? Miladı uğurlayan Grinch. Grinch də uşaq vaxtı izlədiyim filmlərdəndir və mən Grinch'ə 5 xal verərəm. Və yeni il ərəfələrində yenə də bu Jim Carrey'dir bu arada, bunu bilməyənlər üçün deyim. Buradakı personaj Jim Carrey'dir. Grinch pis personaj kimi göstərilir əslində filmdə və Milad onun acığına gəlir. Travmaları var Milad bayramı haqqında. Miladı uğurlamaq istəyir, Miladı şeyləmək istəyir və bu hekayədə bir balaca qız uşağı olur. O ona yenidən həyata başqa bir baxış açısı ilə baxmağı öyrədir və film davam edir. Onu da keçirəm, 5 verdim. Okey, bir xaldı mənə görə. Hətta 4.5 versəm olmur. 4.5 niyə olmur? Nəysə. Qüdrətli Bruce. Qüdrətli Bruce mu yaxşıdır, Truman Show mu? Qüdrətli Bruce mu, Truman Show mu? Qüdrətli Bruce-u və bunun aşağısında da şey var, Yes Man. Mən bu Yes Man-i də çox sevirəm və bir-biri ilə mən həmişə bunları əlaqələnmişəm. Arasında 5 il fərq var imiş. İkisi də 6.8 xal alıb bu arada. Bunlar heç biri Truman Show-dan daha yaxşı deyirlər. Amma mənim üçün bunların bir keçmişi var, bir nostalji hissi var. Çünki uşaq vaxtı televizorda Azad Azərbaycan kanalındaydı, səhv eləmirəmsə. Həmişə Qüdrətli Bruce filmi ilə Yes Man filmini həmişə verirdilər. Qüdrətli Bruce filmində Jim Carrey'nin canlandırdığı personaj bir tanrı gücünü əldə edir. Elə tanrı tərəfindən bu ona verilir. Morgan Freeman tanrı rolundadır. Bütün filmlərdə o tanrı rolundadır. Yaxşı, bu klassikləşmiş fake şeydir əslində. Bütün filmlərdə deyil və o şey belə inanmıram. O deyirlər, məsəl üçün Morgan Freeman əslində ateistdir, amma bütün filmlərdə tanrı rolunu oynayır. Onun belə düzgün olmadığını falan, yəni internet mifi kimi bir şey olub da mənə görə o. Və dinlər haqqında Morgan Freeman'ın bir belgeseli var, amma baxmamışam. Amma səhv eləmirəmsə elə bir şey mən görmüşdüm. Yəni olduğundan 100% əminəm, amma baxmamışam və hansı dinlər haqqında da o da mövzusunu çox yaxşı bilmirəm. Bir gün izləyərəm. Həmişə Hədə filmi də mənim uşaqlığımın filmidir. 2010-11 ərəfələrində mən bu filmi televizorda veriləndə o qədər izləmişəm. Qardaşımla bir yerdə, atamla, anamla və nostalji hissləri güclü olan bir filmdir. Amma təəssüflər olsun ki,
bir Truman Show değil. Ve burada bizim galibimiz Truman Show olur. İlk deməli listenin galibi Truman Show'dur. Bunu necə eləyəcəm? Mən indi başqa bir listə əlavə eləyəcəm və ora qaliblər deyə listə eləyəcəm və qalib olan filmləri ora əlavə edəcəm. Okey. Onu edim. Sonra təkrar görüşərik. Növbəti siyahı və növbəti 10 film. Bu 10 film arasından da bir qalib çıxacaq və növbəti mərhələyə keçəcək. Burada da yenə də biraz Jim Carrey görürük, James McAvoy görürük və ondan sonra bir X-Men'dən sonra da 10-cu sıraya qədər DiCaprio filmləri görürük. Oh my god. Niyə? Bunu necə mən düzgün əlavə edim bura rastgele formada? Heç bilmirəm. Nəysə sorğulamıram. Və birinci film Fun with Dick and Jane. Bu da bir Jim Carrey filmidir. Bu filmdə Dick personajı Jim Carrey olur, Jane həyat yoldaşı olur. Bunlar biraz ələyli insanlar olurlar. Mən bu filmi izləmişdim, amma o qədər də bəyənməmişdim. Üçlük filmdir. Mr. Popper's Penguins. Mən buna 10 vermişəm. Mən bunu azaldım, 4 eləyim. Hələ ki bu qalsın birinci siyahıda. İndi gəlirik. Mr. Popper's Penguin'də yenə Jim Carrey filmidir və Jim Carrey burada mən bu filmi biraz unutmuşam, amma atası tərəfindən Jim Carrey'nin həyatında yaxşı olmayan bir dövründə Jim Carrey yox, onun canlandığı personaja atası tərəfindən bir pinqvinlər göndərilir hədiyyə olaraq. Atası ölmüşdümü, yoxsa sağ, oraları mən xatırlamıram o qədər də yaxşı. Və pinqvinlər bunun həyatını dəyişir. Mr. Popper'ın pinqvinləri həyat xilas edən motivlər olaraq istifadə olunur və qəşəng film idi. Mən bunu baxdığım, amma indi həm biraz unutduğuma görə yadda qalan film deyil də. Yəni mən sevdiyim filmlər yadımda qalır. O qədər də yadımda qalmayıb. Yəni də Jim Carrey'nin performansı da yaxşı idi. Amma Mr. Popper's Penguins Fun with Dick and Jane filmindən daha mı yaxşı filmdir? Daha yaxşı filmdir. Artıq birinci sıramızda Mr. Popper's Penguins var. Üçüncü sırada Filth filmi var. Filth James McAvoy'in efsane filmidir. Mən bu filmi direkt olaraq 7 yoxsa 8. Mən Filth'i çox bəyənirəm. 8 olsun. 8. Mən Filth'a 8 verəcəm və direkt filmin əvvəlinə listenin birinci sırasına qoyacağım. Bu filmdə James McAvoy cındırın birini canlandırır. Amma əslində işdən-işə ağrıları və travmaları olan birini. Sonra bu personaj işdə, küçədə hamıya pis davranır, amma əslində ağrıları var. Həyatı davam edə bilmir, artıq intihar falan düşüncələri olur. Marketdə bir qadın və uşaqla rastlaşır. Əslində bir aşiq olma bir vəziyyəti var orada James McAvoy'in personajının. Köhnə polis olur bu arada, səhv eləmirəmsə. Amma addım atmır ora. Nəysə, çox spoil verməyəcəm. Bu filmi mütləq izləyin. Mənim çox sevdiyim soundtrackləri də möhtəşəmdir. Aktyorluq da möhtəşəmdir. Qısaca, okey, davam edək. X-Men Dark Phoenix filmi tamamilə izləyicilərin, fanatların üzünü qara çıxardan filmdir. Mən buna bir 2 verim. Mən bunu kinoteatrda izləmişdim. Amma sizə deyim ki, mən o işgən yata izləyirdim mən bu filmi. Bu haqda artıq çox danışmaq istəmirəm. Və Inception 10 xal vermişəm. Mən bu xalı bir 7-yə çəkəcəm. İndi Filth mi Inception mı? Mənə görə Filth. İkinci yerə maksimum yüksələr Inception. Inception haqqında məncə artıq danışmağa ehtiyac yoxdur. Çox populyar bir filmdir. Və çox adam da ssenarisini bilir. Ona görə də Inception haqqında o qədər də çox danışmayacağım. Videoda çox uzanır və Dönüklər adında
Departed filmi içeride serial Türklerin çektiği içeride serialının orijinal yani esin kaynağı esinlenmesi bu filmdi. Bu filmin hikayesinden senarisinden ilhamlanarak çekilip içeride de qəşəng işdi serial olarak. Ay yapımın mənə görə ən yaxşı işidir bu arada. Çox şeyini izləməmişəm amma izlədiklərim arasında içeride çox qəşəng idi. Departed filmində DiCaprio, Jack Nicholson ve Matt Damon rol alır. İçerinin senarisine uygundu. Polis. Mafyanın içinde mafya. Polisin içinde sonunu o kadar da çok beğenmirəm. Yani sonunu heç yaxşı gətirməyiblər bu filmin. Düzdür 8.5 reytingi var. 1,5 milyon insan tərəfindən dəyərləndirilib bu film ama mən o qədər də bu qədər 8.5'e layiq olduğunu fikirləşmirəm. Mənə görə 6'lıq biraz acımış kimi acımış deyəndə acımaq mənasında acımaq yox. Neysə. Çox qərarsız qaldım. 6 mı 7 mi? Yaddaşımda qəşəng qalıb. Bəzi məsələn kinoteatr səhnəsi hələ də yadımdadır. Kinoteatrdan çıxdıqlarında yolda bir-birini izləmələri yadımdadır. Sonu yadımdadır amma sonu çox pis idi. Mən heç sevməmişdim sonu, ona görə də 6. Və əlbəttə ki, Fils'tan daha yaxşı film deyil. Fils'in reytingi 7'dir. Departed ki 8.5 amma Fils yəni 2 köynək daha üstün filmdir. Mənə görə. Bu mənim subyektiv fikrimdir. Titanic'a mən yenə də 6 verəcəm. Klassik. Çox mu acımasız oldum? Okey, 6'lıq filmdir. Siqaret çəkmək üçün sağlamlığınıza ziyan vurur. Kamu spotu. Titanic haqqında danışmağıma mənim uzun-uzadı ehtiyac yoxdur. Hamı Titanic'in senarisini bilir, necə bitdiyini bilir. 100 dənə pirkolu çıxırdı biz məktəbdə oxuyanda. Titanic keçirəm. Və Titanic mənə görə heç yaxşı film olmayıb. Top 10'uma sala biləcəyim film olmayıb. Duyğusaldı. Hə, duyğusaldı. Amma çox boşdu, yəni. Mənim şeyimdir, zövqümdür. Okey, keçirik. Wall Street, The Wolf of Wall Street. Azərbaycanda tərcümələri okeydir əslində. Yaxşı, bu normal tərcümə ediblər. Wall Street'ə mənim yenə də 6'dır. Hətta 6. Onun üzərindən 6'lıq filmdir mənə görə də. Heç o qədər də mənim yadımda qalmayıb belə. Çox pul falan mövzuları o qədər də sevmirəm və çəkmir məni. İqtisadiyyat falan, nə bilim, narkotikin, sonra çöküş hekayələri, iqtisadiyyat tərəfdən çöküş hekayələri daha maraqsızdır. Mənə görə duyğusal çöküntülər daha yaxşıdır. Okey, 3 saatlıq filmdir və zülmlə izlədiyimi xatırlayıram. Yadıma gəlir bir yerdə o ürəyim sıxılırdı. Bəlkə də indi izlədiyim andakı halımdan, mudumdan asılıdır, amma keçdim. Revenant sağ qalmış DiCaprio'nun Oscar qazandığı filmə mən buna 5 verirəm, keçirəm. Hətta 4 verirəm mən bu filmə. Necə 8 xal qazana bilir? Anlayamıram, bir intiqam hekayəsi var ortada. Amma 4 verirəm Revenant'a. Revenant pis film deyil. Mənə görə pis film 1-3 arasıdırsa, bu artıq mənə görə pis filmdir. Məsələn 4 xal o artıq pis deyil də. Keçirəm. Yəni sağ qalmağa çalışan bir adamın hekayəsidir. Və əlbəttə ki, bunlar heç biri Fils'dan yaxşı deyil. Fils'a 8 xal vermişəm. Django DiCaprio'nun rolu əfsanədir. O yadıma gəlir. DiCaprio burada əfsanə oynamışdı. Amma bu da 4D filmdir. Mən bəyənmirəm. Bəyənirəm, yaxşı filmdir, amma o qədər də indi durum burada Fils'in üstünə qoyum. Yox. İkinci sırada oldu. Bunu əlavə edirik. Deməli, qaliblərə save edirik və artıq 2 qalibimiz var. Bunları da artıq silə bilərik buradan.
İki qalibimiz var. Fields və Truman Show. O çox çətin olacaq. Çox çətin olacaq. Bu videonu burada bitirirəm. Buna davam edərik. Davam edəcəm. Amma yoruldum. Çox danışdım. Yoruldum. Kanala abunə ol, video bəyən, komment at.